Herkese salamlar dostlar. Bugün davam edirik bu Car Simulator 2'yə. Videosu hər zaman davam edirik. Bugün yeni bir dənə maşın almaq fikrim var yenə. Nə alsaq deyə düşünürəm. Mən BMW ilə geyim ora bir dənə. Yeni bir dənə maşınları yenə patladaq yenə. Alaq bir sıra ilə deyirəm. Çünki biz bu maşınları almadan kimi rahat eləmirik. Azca maşın alaq. Bəli, qəriblik var çünki dünən modlu yükləməyi yenə düşünürdüm. Modlu yükləyə bilmədim, tutmadı. Heylof telefonunu elə bir şey oyun özdə bu günə düşürdü. Amma qoy biraz dəblə qalsın. Görsən həbləsənə maraqlıdır oyunda. Qrafiklər təzələndi özünə. Sildim deyənə təzələndi qrafiklər. Və qorxdum ki, bitdən sıfırdan başlayarıq. Nə arardım sonra. Elə bildim sıfırdan başlanar bitdən. Sıfırdan başlamadı yaxşı. Mən əvvəla maşına biraz ağırlıq verim. Ağırlığa davam edirik bu maşınlara. Almalı yox çünki bunları. Abi gene buradan bir dənə maşın gözümə qəşəng görsəndə onu almaq istəyirəm. Əsas bunun özünü də alacağım. Bütün maşınları alacağım hələ sırayla. Bütün maşınları alacaq. Baxın maşınlara baxın. Bu gün də bunu almaq istəyirəm. Hani bunun özü gözümə tutdu. Bunun özünü də almaq fikrim var idi. Hələ baxın Allah maşının içinə də baxın. Oturaq bir dənə qoltuqda. Lexus LC500 idi bu. Nəyi? Yox LC500'dür. Bu nə idi? Lexus LX570 ola bilərdi bu. Yadımdan çıxdı. Dur bir saatdir. Yanında saxla nəsə. Çox uzatmadan alaq yeni maşını. Çox uzatmadan aldıq yeni maşınımızı. Ola Cruiser'ı almışdım. İndi bunu alıram. Bunu özünə tədik sana maşında. Rəngini də dəyişdirəcəm. Hani belə də rəngi olar. Meydir rəngini oxşayır. Meydirin rəngini oxşayır. Baxan bir rəngini zadı dəyişdirək. Havşa gətirildi maşınımız. Bak rastladı qarşı. Burada var. Yine haradasa boşluq var. Atada maşınlara getdi. Burada olmaz. Burada olmaz abi. Hadır bura gələ bilər. Bura gəldi. Yo burada maşını saxlamalı. Mən buranı dəyişdirəcəm. mən oranı dəyişdirəcəm. Saydan axtamcı axam təzə maşınımız bizim hardadır. Yəni bir dənə mən hızına baxacağam. Ağ elə. Ağ rəngini sevər. Ağ elə. Pəncərəni də qaralt. Oldu indi. Oldu əsl maşın. Dəyişdirdik la rəngini. Yine mi elə? Neydi rəngini saxlayası deyiləm ki. Neydi rəngini saxlayası deyiləm ki. Burada yaxşı. Maşın sıxır oldu. İki də deyim kimi belə idi. Bu gedişdə maşınların sayısını biraz da çoxaldarıq. İnşallah o da. Mənim maşınları alaq. Baxaram mən sonra ki deyim kimi çünki o da alması maşın var ki. O hesabım getmiş də. Nə qədər maşınım var idi. Hamısı getdi. Bir də burada hızına baxalım. Hızına fikir verəmədim ki. Öyle aldım ki. $220 dediğim haksız. 24 dolar mesela. Yaşa indi. Caynaydan 220 gələr o. Bunun 220 ilə getdiyini biz adım kimi inanmalıyıq. Məgər o qədər şey görək. Yavaş gələ bir hız gedişi. Bəş get biraz olar, bəş get. Lexus'tu, Lex 570'ti. Aslında maşında önceden çıktı mı?
Ay şey trafiği bağlayaq. Tam hıza baxasıyam niyə mənə ki. Sənin bunlar imkan verməz elə. Çırpa duraram. Çırpsam nə olar? Əlbəttə ki, hızda kəsilmiş olar. $220. Cahildən 220'dir bunun özü. Yığdırmaq lazımdır ha bunun özünü şəxsən. Yığdıraram o da. Mənlikdir. 200. 200 atdıq. Niyə bu qədər yavaş gedirsən ki? Aha dur. 219, 220 və təxmin doğru çıxırmış. 220 gedir. 220 ilə gelirmiş bu. Çok bu. Bundan sonra yenə işləri var. Azca deyim bir. Onun bu oyunda maşınımız biz bu oyunda sərklənirsə çox maşın aldıq. Aslında qalsa ağırlıq verirəm deyim, amma bizdə fərqli yeni bir işlər var. Onları da bir eləyək. Mən taksilik falan eləməyi düşünürəm. Nə almaq düşünürəm. Eləyəcəm onu da əlbəttə ki mən. Çıxmayın qavama. Ay insanlar, çıxmayın qavama da. Drift önemlidir. Haracaq drifti nə qədərdir bu? Düz. O çox şükür etmişdim, amma azıcık da oynaqışlası deyil araba. Sonra onu oyunu bir şəkildə açdırtdım ha. Ya uşaqda baba sən hələ getmədin. Ya uşaqda baba o qədər Ramazan bayramı gəlibdi. Hələ bizim üçüncü gündə yox. Sən hələ getməmisən bu oyundan. Çıxmamısan ki, nə var sən? Yəni yeni güncəlləmə gələndən sonra çıxasan. Yeni il qutarda bu uşaq da oraya da getməyibdi. Mesela bu ilə belə eləyib yapacaqdı o. Əvvəl eləmirdi. Bu il təzə başlayıbdı. Belə eləyəndə biraz kameranı yaxınlaşdırır. Ondan belə uzaqlaşdıranda da dayanır. Ay, təpələrə niyə çıxırsan? Dönüşü biraz zordur hələ bir. Çox çəz. Ola. Yığdırsam deyirəm, yığdırsam var deyirəm. Bəlkə də yığdırsam bu şəkildə gələr ha. Bundan da hızlı gələr yığdırsam bəlkə. $200'ə qalxmalıydıq biz, 200'ə. Bastım indi frene burada. Bastım. Of. Ora geldin. Baxın ta ki bura qədər gəldi yəni. Baxın bura. Bura qədər gəldi. Nə var da dayana bilsən, abalasan. Bu qədər də yerdə gəlinər heç. Tadan bir tane də eləyək. Başda mən nəysə səhv elədim.
Yağdıram təzədən bir də. Ama bunun görünüşü çok geçişti. Bu arada o galeriden yine bir tane maşın almak fikrim var. O galeri de böyle geçişti ya. Alaram yeni oradan bir şeyler. Başka ben oradan ne kadar maşın almamışam. Dur bir dakika. Aha bunu almamışam. Bunu almamışam. Bunu almamışam. Herif vapşe bu tor değil ama başkan da hiç olmuyor gitti. Daha var idi ya. Ne güzel maşın. 150 bin kripto var idi evvel məndə. Bu hangi var almışam. Bir de Nissan'ı almamışam. Serena'da alaram onu da bir gün. Alınız bizde canavar idi. Bunu da alacağım bir gün. Alacaq olan hamısını. Her şeyin bir vaxtı və ədəsi var. Alacağım onu. 200'ə qalx, hala 200'ə. Basaq yenə bir dənə burada bas. 200'ə çox qalxmadı. Bu səfər də belə bu qədər gəldi. Yox. Tormuz sistemi bunu bildiyiniz zor dayanır. Yəni tormozu çox qəşəngdir öyle. Yəni o Volkswagen minibüsünü almaq istəyirəm. Amma harada da görmürəm. Yəni pul qazıb almalıyam. 150 bin kripto ile alınması o kadar maşın var ki. Bilmiyorum o X5 alım. X5 almak fikrim var ya bu arada. Alacağım yine. Kriptomuz da biraz çok da alaram o maşını da. Hələ bir bir online Bolt VP ilə qoşulum. Online'a girim. Sonra baxarıq o işə də. Nə ağırdır bu. Bu ağır maşınla drifti bitirə bilərəxmi sizcə? Land Cruiser bundan qəşəng drift eləyirdi də. Bu da bonus eləyir deyəsən dayan. Bonus da eləyir. O 2000 olduq gördün. Hani. Hadi deyəsən bunu olacaq qəşəng drift eləyəcək. Dur. $11.000 gördün nə tər qalxdı. Olan Cruiser ilə 17.800 sonuç eləyirdim. Bundan nə qədər eləyərəm yaxşı. Hadi. Bu sefer qəşəng drift eləyir. Ay da buraxdım. 17.800 ötür. Ötdü vallahi bu nədir? Bir gün Land Cruiser ilə bunu qarşılaşdıracağım gözlə. Görə hansı daha güclüdür. 19.000 falan elədi bu driftin. Valla 19.000 drift elədi. $21.675'te bu. Ağır dediğim maşına bak. O sen ne ağırdın öyle? 21.000 o Land Cruiser 17.883 eləyirdi. Bu ise 21.675. Bu ondan da belə gözəl oldu deyə bilərəm ha.
son bu yarışı eləyək. Çox yarışlar ətədir. Harasa daha 43 tane maşınımız var da. Yox 100-cü maşınımız hansı olacaq? 100-cü ilə baxın. 100-cü də qəşəngdir, amma 50-ci maşınımız yox. Nə olacaq? 50-ci. Ay bala, nə olar adam kimi yarışında? 100 dəfə deyirsən, nə adam kimi yarışın? Zekir də W həbl elədi o zin, amma biraz yaxşı yarışında. Girişimiz qoyun, axı zayadır mı ona qalmış o? Elə bir bu da, nədir bu yarışına bax. Baba buna var görsən qavama çıxır. Siz yarışa nə deyim mən? Bax siz yarışırsınız ki, siz drift edirsiniz evi yarış deyil elə bir sizin işi. Nə qazanmaq çətin. Hangi qazana bilərəm sizcə? Tutadadan bir dənə başdı. O qavamı kəsdi. Gəlmişim amma bu saatdan sonra eminəm ki, sağ qavamı kəsən olmaz da. Ola hava da qara oldu. Hava nə tez qara oldu ola. Abi hava nə tez qara oldu. Əgər bunun zəif şeysə, bilmişim də bunun yarışlarda zəif şey. Boş-boşuna niyə zorlayıram ki elədirsə. Ben nə siz, çatıram sizə indi. Tənməzsiniz valla, tənməzsiniz. Bu da birazdan videonun sonudur. Qəşəng yenə. Daha bu videonun daha sonuna gələk. Əvvəl yeni bir dənə maşın aldıq. Bunun özü arası qəşəng bir maşın oldu. Deyən kimi ondan Cruise ilə bunu qarşılaşdıracağım. Nə vaxtsa. Məndən bugünlük bu qədər. Salamat qalın. Görüşürüz.